Beləliklə Musa müddəti tamamlanıb öz ailəsi ilə birlikdə hərəkət etdikdə Turun yanında bir od gördü. Ailəsinə dedi, siz dayanın, mən bir od gördüm, bəlkə gedib ondan sizə bir xəbər yaxud da bir köz gətirim ki, qızınasın. Yəni artıq Musa Peyğəmbər Şüeyb Peyğəmbər qızı ilə evlənir, öz ailə üzvləri ilə deməli köçüb başqa bir yerdə yaşamağa getməkdir. Bu zaman Tuva çölünün yaxınlığından keçəndə deməli bir od gördü. Bu keçən dəfə də izah elədim. Digər qissələrdə də bununla bağlı bir məlumat var. Məsələn, İbrahim peyğəmbərə Allah Taala qeyri-müəyyən bir yerdən səsləndi. Musa peyğəmbərə Tur dağından səsləndi, eləcə də oddan səsləndi. Yəni Allahın peyğəmbərlərlə bilavasitə ünsiyyəti müxtəlif təbiət hadisələrinin vasitəsindən buradan görsənən bir təbiət hadisələrinin vasitəsilə ifadə olunur. Məsələn, odun içindən, ildırımın içindən və yaxud da bir gürültünün içindən Allahın bilavasitə ünsiyyəti yaranır. Bu da onu göstərir ki, burada söhbət hansısa bir sözdən, fikirdən getmir. Allahın insan kimi danışmır ki, amma onun peyğəmbərlərin danışması xüsusi bir vasitədir. O vasitədə nəinki təbiət hadisələrinə oxşar bir vasitədir. Burada görsənən budur. Musa odun yaxınlığına gəldikdə o vadinin sağ tərəfindən, o hərəkətli torpaq sahəsindən ağızdan nida gəldi. Ya Musa, şübhəsiz aləmlərin Rəbbi, onun yeganə, Allahın Rəbbi olan yeganə Allah mənəm. Yenə də biz ora gəldik, çıxdıq ki, diqqətlə fikir ver, vadinin sağ tərəfindən. Mən keçən dəfə deyirdim ki, Quran-ı Kərimdə sağ sözü quruculuğa, xeyirxahlığa, savaba, cənnətə gedən istiqamətə ifadə edir. Sol isə günaha. Yəni burada da biz gördük ki, sağ tərəfdən həmin yerə yanaşdı Musa peyğəmbər. Sağ tərəfdən yanaşmaq, vadinin sağ tərəfdən yanaşmaq o deməkdir ki, o artıq xeyrə, savaba istiqamətlənibdir. Və ilk dəfə burada Allah Taala Musa peyğəmbərə özünün kim olduğunu ifadə edir. Aləmlərin Rəbbi. Əgər siz Tövratə baxarsınızsa, Tövratda Allah Taala'nın cəmsi 4 adı var. Hökmüdardır, varlıqdır, biri burada Rəbdir. Bir neçə adını biz İncildə rast gəlirik, amma Allah Taala'nın 99 adı tam və kamil şəkildə Quran-ı Kərimdə elan olunubdur. Və əsanı yeri at, onun ilan kimi sürətlə hərəkət etdiyini gördükdə geri dönüb qaçdı və arxasına baxmadı. Ey Musa, irəli gəl və qorxma. Həqiqətən sən amanda olanlardansan. İlk möcüzədir ki, Allah Taala deməli Musa peyğəmbərə göstərdi o əsa məsələsindən. Dedi, əsanı yeri at, Musa peyğəmbər əsanı. Biz sizə keçən dəfə dedik, əsa əslinə baxsan insanın onurğa sütununu simvolizə edir. Onurğa sütunu əgər canlı insanda həyatın qaynağıdırsa, bizim daxili orqanlar məhz onurğa beyni ilə inervasiya olunub, idarə olunursa, ölmüş adamda sadəcə bir boş bir ağaca oxşar,əsiyə oxşar bir şeydir. Onun heç bir əhəmiyyəti yoxdur. Əsa burada həm də keçən o birisi ayələrdə deyib, mən ona dayanıb dururam. Bunun onurğa işarə eləməsinin əsas bir sübutu da odur ki, dayaq hərəkət sisteminin əsası onurğadır. Yəni, onurğası olmayan heç bir canlı dayana bilmir. Dayanmaq üçün ona görə də o əsanın özünün bir dayaq kimi istifadə edilməsində onurğanın dayaq olması assosiasiya olunur. Buradakı doğrudan da əsa onurğa işarə edir. Əlini qoynuna qoy ki, əlin ağappaq, eyibsiz, qüsursuz, parlaq çıxsın və hər hansı bir qorxu üçün əlini qoynuna qoy. Beləliklə, bu ikisi sənin Rəbbin tərəfindən Fironun və onun əyyanlarına qarşı iki dəlil sübutdur. Həqiqətən, onlar öncədən fasik tayfa edirlər. Əvvəla burada deməli, sağ əlini sol qoltuğunun altına qoymaq ürək tərəfdən. Bilirsiniz ki, Allah Taala'nın Quran-ı Kərimdə dəfələrlə deyir, ilahi bilgilər ürək vasitəsilə dərk edilən, iman gətirmə, ürək vasitəsilədir. Sol əl günah tərəfi ifadə edir və ona görə də sağ əlin sol tərəfdə, ürəyin tərəfdə ağıppaq olmaq isə onun aydınlığa çıxması deməkdir. İnsanın aydınlığa, əksinə baxsan, bu bədən dilidir. Burada biz bunu bilirsiniz ki, iki cürə dil var. Səslə ifadə edilən dil, bir də bədənlə ifadə edilən dil. Mimika ilə, poza ilə, əl hərəkətlərimizdə danışanda görürsünüz, müəyyən hərəkətlər edir. Buna bədən dili deyirlər. Burada da əksinə baxsan, Allah Taala özünün bir ayəsini məhz bədən dili ilə Musa peyğəmbərə izah edir. Əlini qoltuğuna qoy, ağappaq olsun, deməli, eyibsiz, qüsursuz və parlaqdır. Burada eyibsiz, qüsursuz əl məsələsi bilirsiniz.
İnsanın hem günah işlerinde istifade olunan bir beden üzvüdür, hem sevap işlerinde. Burada da ona işaret ediyor ki, yani artık sana peygamberlik çatandan sonra sen artık senin elin hiçbir günah işlerine meşgul olmayacak. Dediği de ben onlardan bir neferi öldürmüşəm, qorxuram beni öldürsünlər. Deməli Allah Teala Musa peyğəmbərə peyğəmbərlik təklif edəndə Musa peyğəmbər ilkin olaraq imtina eləyir. Birincisi nitq qabiliyyətinin pis olmasına görə, ikincisi də vaxtilə adam öldürdüyünü. Eynilə bizim sevimli peyğəmbərimizə də peyğəmbərlik nazil olanda əvvəlcə özü inanmır bu peyğəmbərdir, qorxub qəbul eləmir, amma sonradan artıq peyğəmbərlik qəbul eləyib. Görünür bu da ki peyğəmbərlərin yalancı doğrusu olmağının sübutlarından biridir ki, peyğəmbərlər əvvəlcə asanlıqla peyğəmbərliyi qəbul eləməyiblər. Müəyyən bir təkiddən sonra müəyyən bir hadisədə də o peyğəmbərliyi qəbul ediblər. Bu o mənada ki, burada da biz görürük ki, Musa peyğəmbər tərəddüd edir peyğəmbərlik eləmək üçün və qardaşım Harunun dili mənimkindən daha fəsahətlidir. Buna görə onu da mənimlə kömək və arxa göndər ki, məni təsdiq etsin. Çünki qorxuram məni təkzib etsinlər. Yəni faktiki olaraq buradan biz nə görürük? Ritorikanın özünün inandırma gücündən söhbət gedir buradan. Yəni Musa peyğəmbər deyir ki, mənim dilim həyəcanında çaşıram, yaxşı ifadə eləmirəm, amma mənim qardaşım Harunun gözəl nitq qabiliyyəti, yəni ritorikası var. O ritorika özü də inandırmanın bir vasitələrindən biridir. Siz elə bir həqiqəti mızıldaya, nə bilim, deyə bilərsiniz ki, tutaq ki, qabağındakı inanmaz, amma həmin məlumatı elə bir intonasiya, elə bir emosiya ilə deyə bilərsən ki, qarşısındakı adam inanar. Bunun da elmi əsası var. Dilin bir funksiyası ekspresiya funksiyasıdır. Emosiyaları çatdırmaq. Emosiyalar özü də müəyyən fikir və ideyaları beyinə daha yaxın yer etmək üçün vasitələrdən biridir. Ona görə də böyük din xadimləri, siyasi xadimlər, orator deyirlər, böyük bir nitq qabiliyyətinə malik. Hətta Nizami Gəncənin İskəndərnaməsində bir tuti var. O bir yerə gedəndə əvvəlcə o tuti danışılmış, düşmən qoşuna öz-özünə tabi olunmuş. Bir dəfə də İskəndər qoşunu ilə gedir, bu söhbət Afrikada olan hadisədən gedir. O tərəfdən gələndə deyirlər ki, İskəndərin yanında olan müdriklər deyir ki, imkan vermə o danışsın. Onun dilin kəlir. O danışsa bizim qoşunumuz məğlub olacaq. Yəni nitqin özünün nə qədər burada önəmli olduğunu ifadə edir. Eyni zamanda Allah Teala fəsahətli nitqin doğrudan da böyük inandırıcı güc olduğunu bizə çatdırır. Buyurdu, tezliklə sənin qolunu qardaşınla möhkəmləndirək və siz ikinizə qüdrət, qələbə ətə edərik. Belə ki, bizim ayı və möcüzələrimiz sayəsində əslə sizə əlləri çatmayacaq, siz və siz tabi olana qalib gələcəksiniz. Yəni, eynilə bu Tövratda da var. Allah Teala Musa peyğəmbərə deyir ki, narahat olma, mən də sizinlə bir yerdə olacağım. Firon və onun adamları sizə heç bir şey eləməyəcək, qələbə sizinlədir. Başqa bir ayədə də Allah Teala deyir ki, zəfər Allahdandır. Yəni, Allah istəməsə heç kəs qalib gələ bilməz. Hətta müsəlmanların tarixində iki məsələni Allah Teala müqayisəli şəkildə izah edir. Bir, o Ühud döyüşündə olan məsələ, bir də ondan sonraki döyüşdə birincidə müsəlmanlar qalib gəlir, ikincidə məğlub olur. Allah Teala orada izah eləyir ki, qələbə Allahdandır. Allah imkan versə, siz qalib gəlir. Allah da qələbəni necə təmin edir? Ayədən görsənir ki, Allahın mələkləri də insanlar görməsələr də, hətta azlıq eləyən adamların belə qalib gəlməsinə səbəb olur. Məsələn, biz bunu öz tariximizdə görürük. Şahsman Xədain Şərir döyüşündə, qeyri-bərabər döyüşdə az bir qüvvəni, nəhi bir qüvvəni məğlub eləməsi. Eləcə də tutaq ki, digər dünya tarixində az bir gücün, böyük bir güc məğlub olur. Onda sual olur, necə olur az bir insan nəhik sayda olan insana qalib gəlir? Allah Teala burada deyir ki, qələbə Allahdan olduğuna görə Allah o qələbəni təmin eləmək üçün özünü sizin bilmədiyiniz vasitələrlə kömək eləyir. Burada bir sual var, deyir ki, təkamül prosesini necə izah edərsiniz, təkamül prosesini qəbul edirsinizmi? Quran-ı Kərim təkamüldən danışır. Mən izah elədim, Allah Teala deyir ki, sizi 7 mərhələdən keçirtdim. Təkamül nədir? İnsan mərhələlərlə inkişaf edir. Təkamül nəzəriyyəsinə görə insan canlılar ümumiyyətlə sudan əməl edir. Quranda ayə var, mən sizi sudan yaratdım. Eləcə də təkamül nəzəriyyəsinə görə əvvəlcə bir hüceyrə alınır, sonra çox hüceyrə alınır, sonra suda qurda yaşayanlar və s. və s. Quran-ı Kərimdə də Allah Teala deyir ki, sizi bir hüceyrədən yarattım. Ayə var, sizi bir hüceyrədən yarattım. Əgər siz
təkamül nəzəriyyəsində izah edilənlərlə Quran-ı Kərim ayələrini tutursanız, görəcəksiniz ki, heç bir ziddiyyət yoxdur. Əksinə Quran hər yerdə deyir ki, mən sizi təkamüllə yarattım. 7 mərhələdən keçirdim, yarattım. Ona görə də təkamül nəzəriyyəsinin çox adam düşüncəsizliyindən Qurana zidd qoyur. Halbuki Quran özü izah edir ki, insan təkamül prosesində meydana gəlir. Ona görə də bəzi ayədə deyilir ki, 6-cı gün çıxanları meymuna və donuza, o da təkamüldən kənara çıxmaları göstərir. Doğrudan da biz görürük, atavizmi deyirik, geriyə qayıtma. Allah Teala o ayədə bizə başa salır ki, insan hətta ki, əvvəlki formasına da qayıda bilər çox nadir hallarda. Məsələn, tutaq ki, meymunu oxşar vəziyyətdə də uşaq doğulur. Və ya da var, donuza bənzər uşaq da doğula bilər. Yəni atavizmə də var, əvvələ qayıtma da var, təkamül irəliyə doğru inkişafda meydana çıxır. Amma bunun əksinə olan bir proses də var ki, ona biz atavizmi deyirik. Quranda da bu var. Meymuna və donuza çevrilmə ilə bağlı ayə. Yəni kim deməli təkamül nəzəriyyəsini oxuyubsa, əksinə baxsın o növlərin mənşəyi haqqında da var. Təkamül oradan çıxıb o nəzəriyyə, o əslində növlərin mənşəyi haqqında nəzəriyyədir. Darwinin nəhayət bir kitabdır. O kitabda baxsa görəcək ki, hətta Darwin özü 100 yerdə yazır ki, bizim bu nəzəriyyənin bu məsələsini təsdiq edə bilmirik, çünki bizim ya faktımız yoxdur, ya ağla batan bir dəlil yoxdur və s. və s. Yəni çoxlu təkamül nəzəriyyəsində boşluqlar var ki, həmin boşluqları nəzərə almadan çox adam elə bilir ki, Quranla təkamül nəzəriyyəsi haqqında hansısa bir şey var, ayrılıq var. Halbuki Allah Teala baxın, təkamül nəzəriyyəsində deyil, əvvəlcə bitkilər yarandı, sonra heyvanlar yarandı, sonra insan yarandı. Tövratda necə deyil? 3-cü gün bitkiləri yarattı, 4-cü gün heyvanları yarattı, 5-ci gün insanı yarattı. Yəni bu təkamül nəzəriyyəsinin heç bir Qurana ziddiyyəti yoxdur. Sadəcə olaraq vaxtilə Freydin bir məşhur sözü var. Freyd deyirdi ki, əgər filosoflar ruh haqqında bizə bilgi versəydilər, biz psixologiya elmini tamam başqa bir şəkildə təqdim eləyərdik. Yəni Freyd məcbur olub psixologiyanı insanın ayrı-ayrı funksiyalarından, hansı ayrı-ayrı instinktləri ilə izah edir. Sonradan bəzi psixologlar çıxdı, onlar izah elədilər ana bətnindən, bəziləri doğuş anında dölün yaşadığı hadisələrlə və s. Həddən artıq personal psixologiya var, nə bilim, nə var. Amma Freyd, psixologiya elmin banisi Freyd deyirdi ki, biz ruh haqqında heç bir ətraflı bilgimiz olmadığına görə psixologiya elmini düz izah edə bilmir. Baxın, eyni problemlə Darwin də üzrə gəlir. Darwin ruhu qəbul eləmədiyinə görə, ruhla bədənin əlaqələrini özü üçün müəyyən eləmədiyinə görə, o insanı sadəcə bir canlı kimi, yəni təkamül nəzəriyyəsi fiziki, heyvani insanın, yəni canlı bir insanın necə əmələ gəldiyini göstərir. Quran-ı Kərimdə də biz baxırıq, əvvəl torpaqdan yaratdıq, sonra nə bilim bir damcı sudan yaratdıq, sonra əlaq oldu, sonra nə oldu? Hamısı eyni ilə təkamül nəzəriyyəsində göstərilənlər Quran-ı Kərimdə ayrı-ayrı ayələrdir. Yəni kim deyirsə ki, təkamülla Quran arasında ziddiyyət var, burada bir dənə bir məsələ var. Problem nədir? Təkamül nəzəriyyəsidir ki, insan meymundan əmələ gəlib, insan oxşar meymundan. Quran deyir ki, bəzi insanları biz meymuna çevirdik. Yəni təkamülla Quranın fərqi budur. Quran deyir ki, atavizmə görə insan meymuna oxşaya bilər. Deyirsə ki, burada Darwin deyir ki, əksinə insanı meymuna oxşayan insandan, daha doğrusu insana oxşayan meymundan əmələ gəlir. Siz bu iki sözün yerini dəyişsəz, insan meymuna oxşar insandan əmələ gəlib, elmi də bunu sübut edir. Onda artıq təkamüllə Quran haqqında hər hansı bir ziddiyyətin olmadığı məlum olacaqdır. Beləliklə, Musa bizim aydın ayələrimizi onlara gəldikdə dedilər. Bu uydurulmuş seyirdən başqa bir şey deyildir və biz belə bir şey öz ata-babalarımız arasında eşitməmişik. Quran-ı Kərimin Bəqərə surəsində də, başqa surələrində də bu məsələrlə var. İnsanların dini qəbul etməməsinin səbəblərinin biri konservatizm. Məsələn, bugün Azərbaycanda bəzi bizim millətçi kəsimdə bəzi dostlarımız var ki, onlar tanrıçılığı qəbul edirlər, İslamı qəbul eləmirlər. Konservativdirlər, əksi ata-baba dinlərinə üstünlük verirlər.
Quran-ı Kərimdə Allah Teala bu məsələni çox ciddi şəkildə aydınlaşdırıbdır. Sən deyir ki, ola bilsin ki, ata-analarınız səhv edib, siz də o səhvlə getməlisiniz. Yəni, dinin özü də necə insan təkamül edir, onun şuuru da, dərrakəsi də, mədəniyyəti də, elmi də təkamül edir və bu İslam əksinə baxsan, İslam dini əvvəlki dinlərin ən təkamülünün, ən kulminasiya nöqtəsində meydana çıxan bir dindir. Ona görə də burada da yenə də deyir ki, bunlar nəyə görə küfr oldular, niyə görə Musa Peyğəmbəri eşitmədilər? Yenə ata-babaların təcrübəsində istinad elədilər. Yəni konservatizmə istinad elədilər.